Aktyor, xalq artisti, Azərbaycan Dövlət Mükafatı laureatı Rasim Əhmədoğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. 1965-ci ildə Ağsuda orta məktəbi bitirib. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında Ulduzlar Sönmür filmində kiçik rola çəkilib. Onun Nəsimi, Babək və Dədə Qorqud filmlərində yaratdığı obrazlar tamaşaçıların böyük sevgisini qazanıb. Azərbaycan Film Kinostudiyası nəzdində fəaliyyət göstərən kino aktyoru teatr studiyasında da çalışıb. Böyük və mürəkkəb rollarla yanaşı, Rasim Balayev bir sıra filmlərdə epizodik rollarda da çıxış edib. Bu şirin söz Azadlıq, Sənin birinci saatın, Xoşbəxtlik səhnəsi, Mən hələ qayıdacağam, Sabahdan sonra gecə yarısı kimi filmlərdə kiçik rollar ifa edib. O həmçinin Özbək film, Mosfilm və digər studiyalarda çəkilən filmlərdə rol alıb. 29 mart 2026-cı ildə Rasim Əhmədoğlu Balayev müalicə aldığı İstanbul şəhərindəki xəstəxanada dünyasını dəyişdi. Onun vəfatı Azərbaycan mədəniyyəti üçün ağır itkidir. Sənəti ilə yaddaşlara həkk olunan böyük aktyor artıq aramızda olmasa da, yaratdığı obrazlar, yaşatdığı ruh və qoyduğu sənət irsi daim yaşayacaq.